Salamlayıram sizi əziz izləyicilər. 3-cü turun ikinci qarşılaşması Muradoğlu komandası ilə Xətai komandası qarşılaşır. Şərtiniz mən Mirceyhun Mənsimov və yanımda spiker yoldaşım Əli var. Təşkilatçı da Old Cup 35 Plusun Fərid Məmmədovdur. Salamlayıram səni dostum Əli, spiker qardaşım. Buyur. Salam Ceyhun. Ben de izləyiciləri salamlayıram. İnşallah ki maraqlı, bol qollu bir maç izləyərik. Heyətlərlə tanış olaq. İlk öncə Xətai komandasının heyətini açıqla Əli. Komandanın kapitanı 10 nömrəli Bədəlov Nizami. 77 nömrə Hacıyev Elşad. 11 nömrəli oyuncu Abdiyev Sənani. 23 nömrəli oyuncu Salmanov Vüsal. 14 Ələskarov Zaur. Komandanın qapıçısı Əliyev Namikdir. Novruzov Bayram. Və Novruzov Bayram. 8 nömrəli Hüseynli Şahməddin. 23 Paşazadə Nicat. 22 Babayev Sahib. Bəli, bu Xətai komandasının heyətləri idi. İndi isə Muradoğlu komandasının heyətlərini açıqlayıram. Kapitan Bayramov Namik 12 nömrəli. Hazırda onu qapıda görürük. Digər oyuncu Balakişev Rüstəm. 9 nömrə Ulyanov Emil. 10 nömrəli oyuncu Məmmədov Xəqani. 44 nömrəli oyuncu Əzimzadə Mehdi və digər oyuncu Bayramov Anar. Və hal-hazırda oyun davam edir Əli. İlk öncə hansı komanda azərkeşlik edirsən və hesab necə olacaq onu bildirərdin zəhmət olmasa. Ceyhun, hər iki komanda mənə doğmadır. Burada dostlarım, yoldaşlarım var. Ona görə də tərəfkeşlik eləmək düzgün olmaz. Ancaq ürəyimin bir hissəsində Xətaiyə qarşı daha çox simpatiya var. Nə yalan deyim. Amma görüşün afişasına baxanda oyun yeni başlasa da düşünürəm ki çox maraqlı və bol qollu bir maç olacaq. Bəli, sən fikirləri bildirdin Əli. Mən deyərdim ki Muradoğlu komandası bu gün həqiqətən də çox yaxşı heyətlə gəlib. Yəni bu heyət çox mini futbolda olsun, başoy futbolda olsun, çox tanıdığımız yoldaşlar var. Həmçinin bu gün Xəqani Məmmədov da hücumdadır. Gənc oyunculardan Emil hal-hazırda topun başındadır. Topla irəliləyir. Şahməddin topu ondan uğurladı. Vüsalın pası dəqiq olmadı. Baxaq necə olacaq hesab. Məncə hesab bərabər bitəcək. Heç bir komanda 3 xal götürəməyəcək. Hər bir komanda bir xalla oyundan uzaqlaşacaq. Görək nə olur. Hazırda top Xəqani Məmmədovdadır. Xəqani Məmmədovun pası qapıcı Bayram yerindədir. Topun çıxmağına qoymadı. Bayramdadır top. Baxaq nə edəcək. Topu yerə qoyur. Şahməddinlə oynayır. Şahməddin irəliləyir. Sənani. Sənanidən Nizamiyə pas. Namik qapısını tərk edərək blok qoyur. Nizami yerdə qalır. Namik qardaşlığa yaraşmayan bir hərəkət elədi. Nizamiyə qarşı kobudluq elədi. Qeyd edim ki, onlar Old Cup 35 Plus'da da rəqibdilər və Veteranlar Liqasında da rəqibdir. Qeyd edim ki, Nizami Veteranlar Liqasında da komandası Xətai futbol klubudur. Namik isə Zulfiqar komandasında çıxış edir. Burada da rəqibdilər. Təhlükəli cərimə zərbəsi. Topun başında 2 əfsanə var. Bəli, Nizami uzaqlaşdı. Sənani yerinə yetirəcək. Baxaq nə olacaq. Zərbəsi keçmədi, canlı sətdə deyir. Rüstəm topu uğurlamaq istəyirdi, amma top Rüstəmdən çıxır. Ceyhun, sən bayaq Xəqani Məmmədov haqqında gözəl fikirlər səsləndirdin. Mən eyni fikirləri Nizami Bədəlov haqqında səsləndirmək istəyirəm. Bəli, buyur. Onun da futbol keçmişi çox rəngarəng, çox zəngindir. Məncə o bu oyunda öz sözünü deyəcək.
Xətai komandasının banisi, qurucusu, Bəli, bəli. rəhbəri, necə deyirlər, prezidentidir. Bəli. Görək necə olacaq Əli. Çox maraqlıdır. Cərimə zərbəsi oldu bir daha. Sənani yerdə qalmışdı. Hal-hazırda Xətai futbol klubu cəriməni yerinə yetirəcək. 22 nömrəli oyuncudan Nizamiyə pas. Nizami topu itirdi. Rüstəm. Rüstəm cinahı dəyişir. Emil irəliləyir. Keçdi. Pas verəcəkmi? Zərbə mi olacaq? Pas. Xəqani Məmmədova verilmişdi, amma qapıcı Bayram topu uğurladı. Şahməddin. 22 nömrəli oyuncudadır top. 23 yazmışlar. Vüsal. Sahibli oynadı. Yenə Vüsal. Yenə Ceyhun, sahib. Bayaq Bəli. oyun başlamamışdan qabaq çempionat barədə maraqlı bir məlumat qazanmışam. Bəli, buyur bizlə bölüş. Bildiyimizə görə bütün çempionatlarda Bəli. VAR sistemi tətbiq olunur. Bizim World Cup-ın həm təsisçisi, həm hakimi Fərid Məmmədov bilirik ki, necə təcrübəlidir futbol Bəli. aləmini, futbol camiasında sözünü deyib. O dedi ki, bizdə VAR yoxdur. Yəni necə VAR yox? VAR sistemi yoxdur. Bəli, bunun səbəbini izah edirsən yoxsa mən izah edim? Yəni bu mən belə başa düşdüm ki, bu Fərid Məmmədovun özünə inamıdır. Yəni nə gördümsə odur. Bəli, bəli. Heç Mən bir- də onu söyləyəcəkdim Əli. Həqiqətən də Fərid Məmmədov bir çox çempionatlarda hakimlik edib. Həqiqətən də çox özünə inanır, Bəli. güvənir. Bu çempionatda da mənə bildirdi ki, bu çempionat VAR sistemi olmayacaq. Mən epizodları çox yaxşı görürəm. Və Ehtiyac yoxdur. Maraqlısı da Ceyhun budur ki, Bəli. komandalarda heç bir etiraz eləmir. Yəni Fərid nə qərar verdisə, Gözəl blok gördü Şahməddindən. Mehdi komandanın iç qolunu vura bilərdi. Bəli. Fərid nə qərar verdisə, odur, ikinci bir etiraz, söhbət yoxdur. Bəli. Bunun da səbəbi odur ki, bütün komandanın kapitanları ona inanır. Şəffaflıq. Bəli, bilir ki, düzgün qərarlar verəcək. Rüstəmin uz zərbəsi Bayram. Qüvvətli bir zərbə gördük hal-hazırda Əli. Rüstəm Veteranlar Liqasında da seçilən oyunculardandır. Bəli. Burada da ilk dəqiqələrdən Sözünü öz deyir, bəli. dominantlığını meydançada göstərir. Sənani topu itirdi. Emil nə edəcək? Pas verəcəkmi? Yox, hələ də irəliləyir. Top Emildədir. Pasını verdi Mehdi. Mehdidən Emilə pas, zərbə dəqiq olmadı. Çərçivədən yan keçir. Qapdan zərbə olacaq. Qapçı Bayram topu yerinə yetirəcək. 1 nömrəli. Nizami. Kapitan nə edəcək? Uzun bir pas. Mehdi taşdırdı Şahməddini. Top kapitan Namiqdədir. Namiq bu oyuncusu kimi yox Əli. Qapıda çıxış edir. Baxaq necə qalacaq qapıda. Həqiqətən çox maraqlıdır. Mehdi pasını verdi. Dirək və qapıcı Bayram. Müdafiəçi bir uzaqlaşdırır. Əks hücum Sənani irəliləyir. Sənani nə edəcək? Pas verə biləcəkmi? Yox, keçə bilmədi, amma top yenə də Xətai komandasındadır. Sənani önü boşdur. Pasını verdi. Bir zərbə. Oy. Və gol. Ceyhun, Qolu vuran oyuncu sahibi idi. 22 nömrəli oyuncu. Sənani israr eləyir ki, qolu mən vurmuşam. Bəli. Baxaq. Hakim nə deyəcək? Hakim də deyir ki, qolu 11 nömrəli oyuncu Sənani vurdu. Həqiqətən də epizod çox çaşdırıcı idi. Biz elə bildik ki, oy. Az öncə sahibdən söz açırdıq. Deyirdi ki, qolu sahib vurub. Bəli, qolu sahib vurdu elə. Hesabda 2-0 öndədir Xətai komandası. Sahib Sənaniyə bir mesaj verdi. Bəli. Yəni O deyil, Sənani, budur. sən də vurursan, mən də vura bilirəm. Maşın o deyil nəsə. Oradan Ceyhun, keçən dəfə mənim dəyərli dostumla burada siz Yunislə Bəli. Çıxış edirdik, oyunlar idarə etdik. Məni yada salmısınız.
Ramin barədə fikir bildirəndə Ramin o deyil. Bəli, İxlas komandasının oyunçusu Rami idi, kapitan. Yəni, orada sən də vurğulayırsan ki, maşın o deyil. Bəli. Bəli, bu sözün sahibi yoldaşım, spiker qardaşım Əli idi. Yəni, maşın o deyildi. Həmən oyunda da Ramin həqiqətən o deyildi. Bəli, bəli. İndi isə bu Amma indi maşın da odur. Bəli. Ramin də odur. 2-0 öndədir Xətai komandası. Baxaq, Muradoğlu komandası geri dönüş edə biləcəkmi? Bəli. Sənani barədə bir fikri bildirmək istəyirəm. Bəli, buyur. Bəlkə də biraz gülünc səslənə bilər. Bəli, buyur. Eşidirəm. Sənani bir cizgi film qəhrəmanı var, Sonic. Bəli. Mən Tanıyıram. Sənani bir növ Sonic'a bənzədirəm. Nəyə görə? Sonic çox sürətlidir bu Çox arada. sürətli, çox Bəli. gözəl, çox çevik. Yəni o türklərin bir söz var, atom qarışqa. Bəli. Yəni müsbət mənada Sənani çox hərəkətlidir və komandasına dəhşət xeyir verir. Bəli, ilk golda qeyd edim ki, Sənani vurdu. 3-cü turun ikinci qarşılaşmasında Xətai komandasını sevindirən oyunculardan biri oldu. Baxaq görək necə olur. Həmçinin qeyd edək ki, Sənani də dəyərli qardaşımızdır. O da çempionat keçirdir. Həvəskar Futbol Liqası idarə edir. Sənani də bir çox insanlar tanıyır. Biz də elə o çempionatlardan tanışıq. Şad olmuşuq həqiqətən də. Mehdi, bəli. Namiqin ötürməsindən sonra Bəli. yenə diqqətimi Namiq cəlb elədi. Namiq çox maraqlı personajdır həqiqətən. Yerdə qalır bu arada Namiq. Out. Çox maraqlı personajdır. Bəli. Nəyə görə? İnsan universaldır. Yəni qapıya qoyursan qapıda durur, ideal. Hücuma qoyursan qol vurur. Bəli. Müdafiə dayanır. Dörddörtlük bir adamdır. Bütün komandalar istəyər ki, heyətində Namiq kimi bir universal oyuncu olsun. Amma mən deyərdim ki, həmişə Namiqin yanında Fərid Məmmədovla Davudu görmüşük. Amma Davud hal-hazırda oyunlara gələ bilmir. Fərid Məmmədov da təşkilatçı olduğuna görə yoxdur komandada. Ona görə Namiq tək qalıb çox əziyyət çəkir. Namiq son samuraydır. Bəli. Son Döyüşür axırı. Məncə Yokoçunla da oynaya bilər. Yokoçunla oynamaq üçün biraz da məncə Təcrübə qazanmalıdır. təkmilləşməlidir ki. Bəli, Yokoçunla- cavanlarla oynamaq Bəli, həqiqətən də çox çətindir. Namiq bunun üçün formaya düşməlidir deyirsən, düzdür? Əli. 100%. Qapıcı Bayram gözəl oynayır. Xəqani Məmmədov topu yerinə yetirəcək. Baxır önə kim var? Yerlə pas Rüstəm. Rüstəm zərbə vura biləcəkmi? Fikirləşir. Top Rüstəmdədir, zərbəsi. Bayram ayağı ilə gözəl seyv edir. Yenə gücdən zərbə görürük Əli. Həqiqətən də Muradoğlu komandası qol istəyir. Baxaq necə olacaq. Ceyhun Muradoğlu adı ilə bağlı bir məlumatın yoxdur. Yəni bu komanda hansı bir şirkəti təmsil edir yoxsa? Bəli, bəli, sponsorlardır Muradoğlu və bu komandaya sponsorluq edir. Formalarından da görmək olar. Xəqani yox, dəqiq olmadı. Zərbə. Baxaq, Xəqanidən açığı mən bu oyun qol gözləyirəm. Görək necə olacaq. 100%. Şahməddin gözəl hərəkətlər görürük. Pasını verdi Sənani. Sanki tələsmirlər. Sənani gözəl oynayır, yerdə qaldı oyuncusu. Bu Bayramov Anar idi rəqib oyuncusu. Sənani gözəl aldatmışdı, amma top meydanı tərk edir. Namiq topu yerinə yetirdi. Mehdi. Mehdi önə baxır. Kimə verəcək? Xəqani. Xəqani topu saxlayır, baxır. Emil var. Emilin zərbəsini görəcəyimi? Yox, Emilə qoymurlar. Zərbə! Müdafiəçi Vüsal topu oğurladı. Vüsalın pası dəqiq olmadı. Sahib top Xətai komandasında qalır. Ceyhun, mən belə baxıram ki, Bəli. bu çempionatda sadəcə olaraq 35 plus bir Rəqəmdir. rəqəmdir. Bu Bəli. 35-ə dair heç bir şey yoxdur. Yəni oyun baxımından. Bəli, çox təcrübəli oyuncular var. 35-lik burada bir şey görmürəm. Yəni bu yaşa kimi
bir çox komandalarda oynayıblar və təcrübələri var deyə bu çempionat onlar üçün çox sadə Adam gəlir. istəyir elə 35 yaşında bu qardaşlar kimi olsun. Bəli, bəli. İnşallah ki olar. Uc zərbəsi dəqiq olmadı, qapıdan yan keçir. Zərbəni vuran oyunçu Bayramov Anar idi, qeyd edim. Kapitan oyuncuları önə səsləyir. Bayram topu yerinə yetirəcək. Bayramdan uzun bir pas keçmədi. Xəqani top saxladı. Pasını verdi, dəqiq olmadı, amma Mehdidə qalır. Mehdi. Top Mehdidən çıxır, amma cərimə. Bəli. Muradoğlu komandası cəriməni yerinə yetirəcək. Mehdi baxır önünə. Geriyə oynadı Namiqlə. Namiq sanki zədəlidir. Axsıyır. Sanki ayağını dartdı, bəli. Axsıyır. Son samuray. Xətai komandasının sanki pressingləri Namiqi zədələdi. Ayağı yoruldu. Xəqani Məmmədov topu yerinə yetirdi. Top qapıcıya gəlir Namiq. Namiq müdafiəçisi Rüstəmlə oynayır. Rüstəmdən cinahı dəyişir. Mehdi gözəl qəbul etdi, nə edəcək? Mehdinin gözəl pası Xəqani Məmmədov. Müdafiəçi hara baxırdı? Xəqani Məmmədov təcrübəli oyunçu. Topu qəbul edərək komandası sevinir. Hesab 2-1-dir. Mehdinin gözəl pasını da qeyd etməli. Həqiqətən də gözəl idi. Sən vurğuladın ki, Xəqani Məmmədov bu oyunda qol vuracaq. Bəli, bəli. Və sən bu fikrində Düzdür. haqlıymışsan. Bəli. Bayram qapıcı nə qədər də yaxşı oynasa da o topa çata bilmədi. Məncə bayramlıq bir şey yox idi. Bəli, müdafiənin səhvi var idi. Boş buraxılmışdı. Bitirmişdilər. Xəqani Məmmədov Ucumcu bitirmişdi. boşda idi. Hesab 2-1-dir. Baxaq Muradoğlu komandası geri dönüş edə biləcəkmi? Xəqani Oy, oy, topu oy. Nizami topu Necə uzaqlaşdırdı. Titanların savaşı. Nizami ilə Xəqani Məmmədov. Mehdi geriyə oynayır Namiqlə. Namiqin pası, Xəqani top saxlayır, pasını verir Emil. Emilin pası keçmədi. Məncə Emil zərbə vursaydı daha yaxşı olardı əli. Oyuna Nizat daxil olur Xətai komandasından, qeyd edim. Xətai komandasında meydançadan kənarda Elşadı görürəm. Bəli. Elşad oyunun gedişatına müsbət mənada təsir edə biləcək oyunçudur. Yəqin ki, Xətainin gizli silahlarındandır. Əslində gizli də demək olmaz. Elşadı Tanıyırım, bəli. Elşad bütün çempionatlarda öz sözünü deyir. Və Nizami həqiqətən Xətaiyə çox yaxşı heyət yığır. Bəli, bu gün Əziyyət çəkib çox. həqiqətən də yaxşı heyətlə gəliblər. Namiqdən kobud səhv, Sənani dəqiq olmadı. Sənin danışdıqlarına da əlavə edim həmçinin. Muradoğlu komandası bu gün 6 oyuncu ilə gəlib. Xətai komandası da zamin heyəti də var. İndi burada Yəni, bir çox çətin olacaq. Sual meydana çıxır ki, Bəli. Xətai komandası bu oyunu daha çox mənəmsiyir, yoxsa Məncə Muradoğlu komandası elə də ciddi yanaşmır bu oyuna. Yəni yoxsa vəziyyət belə gətirib, onu bilmirəm. Məncə hər iki komanda da ciddi yanaşıb. Sadəcə bəzən özün də kapitansan, Yokohama komandasının kapitansan Əli. Bəli. Yəni bəzən həqiqətən də olur ki, bəzi önəmli oyunçular oyuna gələ bilmir. Məncə Muradoğlu komandasında da hal-hazırda o baş verib. Görək necə olacaq. Amma gələn oyunçular da zəif deyil. Görək nə olur. 9 nömrəli oyunçunu fərqləndirərdi. Bəli. Çox topla rəftarı çox yaxşıdır. Ümumiyyətlə futbolda belə bir anlayış var ki, Zərbəsi bayram yerindədir. stoyka deyirlər də, məsəl Bəli. üçün futbolçu stoykası. Yəni adamın futbol oynamağını görməsən belə, adamın duruşundan, stoykasından bilirsən ki, bu adamın qabında nə var. 9 Bəli. nömrəli oyunçuya baxanda yəni oynamasa belə bilirsən Bəli. ki, yəni Bu adam- Ulyanov Emildir. Sənani əks hücum görür. Qapıcı ilə özbəyizdir. Sənani dubl edir. Komandasının 3-cü, özünün isə 2-ci qolunu vurur. Sənani. Bu gün Bəli. Yunisə görə, bəli, Sənani Yunisə görə vurduğunu qeyd edir bu qolu. Yunisə Ürək göstərir ithaf Yunisə. edir bu qolu. Bəli. Qardaşlar Hesabda nümunəsi. 3-1 Xətai komandası öndədir. Əks hücumda yaxaladılar. Bağışlamadı Sənani Cəvab. həqiqətən də. Bu qoldan sonra da Bəli. əgər etiraz eləmərsənsə,
Mən oyun boyu Sənani yox, Sonic demək istəyirəm. Bax necə Adamın istəyirsən. ayaqlarını görmək olmur. Bəli, çox Çox sürətlidir. sürətli. Yəni Çox ən gözəl. hücumda yaxaladı, özü də bağışlamadı. Özü necə vurdu? Sağ ayaqla əks tərəfə necə deyirlər, Kurçonlu topu göndərdi. Bəli. Yenə Namiqdən şov. Bəli, müdafiəçi yetişə bilməmişdi Sənaniyə, Sonika, yəni belə deyək. Bayram, qarşısı alınmaz. bayramdan gözəl mərkəzə pas. Şahməddin irəliləyir, pasını verdi, amma dəqiq olmadı. Altı Muradoğlu komandası yerinə yetirəcək. Dünən dünya çempionatında Bəli, İngiltərə-Argentina qarşılaşması necə möhtəşəm idisə, bugünkü oyun da elə. diqqət mərkəzində idisə, Old Cup-da da bu oyun deyərdim ki, eyni nüfuza sahibdir. Bəli, bəli. Baxaq nə edəcək. Pasını verdi Anar. Pas keçmədi Bayram. Yox, çatmadı oyunçu. Rüstəm. Rüstəmdən Mehdiyə pas. Mehdi nə edəcək? Anarın pası. Xəqani Bayram. Məncə əlinə dəymişdi Xəqani. Gözəl blok oynadı. Top Sənanidədir, geriyə oynadı. Qapıçı vaxtında çıxaraq topu uzaqlaşdırdı. Out deyir Fərid Məmmədov. Rüstəm Namiqlə oynayır, Namiq öndədir. Namiqin pası Xəqaniyə, Xəqani Anarla oynayır. Anardan geriyə pas Rüstəmə. Baxaq nə edəcək Muradoğlu komandası. Xəqani'nin zərbəsi. Üç zərbəsi qüvvətli alınmışdı, amma dəqiq olmadı. Topu Bayram yerinə yetirəcək. Fərid Məmmədov birinci hissənin bitməsinə 3 dəqiqə deyir. Qeyd edim Əli. Bəli, buyur. Xətai komandasında sonradan meydana daxil olan 23 nömrəli Paşazadə Nicat Bəli. insanda elə bir əminlik yaradır ki, yəni onu görəndə sanki düşünürsən ki, yəni bu müdafiədən top keçməz. Bəli. Adamın özünə məxsus xarizması, özünə məxsus necə deyərlər, duruşu var və adama əminlik gətirir ki, Nicat müdafiədədirsə, necə deyərlər, Qüvvətli zərbə və bir də dirək. Xəqani müəllim Məmmədov ikinci qolunu vura bilərdi, dubl edə bilərdi. Top dirəyə dəyir. Həqiqətən də gözəl zərbələr görürük. Muradoğlu komandası artıq ataklarını artırıb. Bayram topu qoyaraq özü davam elədi. Nizatdadır top. 23 nömrəli oyunçu pası keçmədi. Rüstəm uzaqlaşdırır. Out Xətai komandası yerinə yetirəcək. Pas keçmədi. Anardan blok görürük. Burada girən oyuncu budur. Gözdə deyəcəm. Namiqin pası. Pas dəqiq olmadı Rüstəmlə. Namiq pasını verdi. Top qəbul edilmədi. Amma topu Muradoğlu komandası kazanır. Emil geriyə oynadı. Anar. Emil'le oynayır. Emil nə edəcək? Emil də qalır. Heç nə yoxdur. Yerdə qalan oyuncu Elşad idi. Top çıxmayıb. Out Xətai komandasının. Arkadan gelip ne top? Elşad düzgün yerinə yetirməmişdi. keçidi gördüm. Bəli, gözəl keçid idi. Amma düzgün yerinə yetirilməmişdi. Mehdi gözəl sıyrıldı. Yox. Cərimə zərbəsi. 22 nömrəli oyuncu Xətai komandasından cərimə edir. Biz oynamırıq ha. Babayev sahib. Sahib idi bu. Mehdi 5 metrə istəyir. Canlı sədd quruldu qapısı tərəfindən. 2 nəfər var canlı səddə. Mehdi baxa pas mı verəcək, zərbə mi olacaq? Məncə pas verəcək Əli. Pasa bənzəyir.
Bəli, pasını görürük. İçəriyə pas. Rüstəm nə edəcək? Eyşad uzaqlaşdırdı. Topu yenə də götürür Anar. Emil nə edəcək? Geriyə oynadı Mehdi. Mehdinin pası keçmədi. Mehdiyə baxanda professional futboldan Busquetsi mənə xatırladı. Çox sakit, təmkinlə, amma komandanın açar oyunçularından biridir. Bəli. Mən deyərdim elə Mehdi çox professional oyunçudur. Qaraqura işləri Mehdi görür. Mənim Komandanın Qaraqura işləri. bəli, mənim 26 yaşım var. Qeyd Allah edim canını sağ Əli. eləsin. Yəni Mehdini bir çox çempionatlarda görmüşdüm. Yadındadırsa MFL çempionatı var idi, mini futbol Bəli, liqası. bəli, bəli. Mehdi Əzimzadə o vaxtlar çox gənc idi və komandada həqiqətən gözəl oyun göstərirdi, bombardir idi. Ona görə də mən Mehdi Əzimzadəni sırf MFL-dən tanıyıram. Həm də fanatısan. Həm Və də deyərdim fanatıyam, bəli. Çox gözəl oyunçudur. Niyə də olmasın? Bəli, əlbəttə. Qeyd edim ki, birinci hissə bitdi. Hakim Bəli, Fərid Məmmədov bizə özündən yaxınlaşır. çox əmin, çox sakit, professional oyun idarə edir. Bəli, Təcrübəsi, səhv yoxdur sözündə. hələ ki. Bütün hakimlərə buradan salam olsun. Bəli. İtalyan hakimi Məmmədov Fərid adında. Polina davamlısı Fərid. Az sonra ikinci hissədə sizlərlə olacağıq. Və ikinci hissədə sizlərləyik, əziz izləyicilər. Yanımda spiker dostum Əlidir. Xətai komandasından vüsal topu yerinə yetirdi, rəqib komandaya verdi. Hal-hazırda topun başında Rüstəmdir. Geriyə qapısı oynayır Namiq. Bayaq unutmuşduq vurğulamağı Ceyhun. Bəli, buyur. Meydana sonradan İsmailov Ravil qoşulub, Bəli. daxil olub. İtaliya formasında görürük onu. Bəli, görürük. Yəqin ki, Xətainin yeni transferidir. Bəli, bəli. Baxaq nə edəcək Ravil. Namiqdən gözəl pas Rüstəmə. Rüstəmin önü boşdur, zərbə. Qapıcı Bayram yerindədir. Sənanin tabanla pası çox gözəl alınmışdı. Rüstəm oğurladı topu. Namiq. Namiqdən Emilə pas. Emil müdafiəçisi Rüstəmlə oynayır. Namiqdədir top. Emilə pas. Emil tələsmir. Gözəl paslaşırlar həqiqətən də. Muradoğlu komandası. Mehdinin pası keçmədi. Xətai komandası uğurladı. Uzun bir pas, dəqiq deyildi. Pas dəqiq olmadı. Namiq Rüstəmlə oynayır. Mehdinin önü boşdur. Uc zərbəsi. Qapıdan yan keçir. Artıq modern Muradoğlu komandası tələsir. Namiqi öndə görürük həqiqətən də. Bəli. Sənani sıyrıla bilmədi. Out. Bugün Sənanini saxlamaq çətin məsələdir. Görək necə olacaq. Sənəni dubl edib. Baxaq hat-trick edə biləcəkmi bu gün. Həqiqətən də komandaya böyük kömək edir. Pas dəqiq olmamışdı, amma Sənani çata bilmədi. Namiqdə qaldı. Namiq baxır. Mehdi Rüstəmlə oynayır. Rüstəmdən uzun bir pas keçmədi. Eyşad uğurladı. Eyşad gözləyir. Uzun bir pas dəqiq olmadı. Namiq tələsir. Mehdi ilə oynadı. Mehdi baxır kim var. Rüstəmlə oynayır. 17 nömrəli oyunçu. Baxır. Uzun bir pas. Qapıcı Bayram. Rüstəm qoymadı. Qarşısına aldı Bayramın pasının. Mehdi pası gözəl oldu. Emildən pas keçmədi. Nicat. Qeyd etmişdin bu arada Əli. Nicat müdafiədə gözəl oynayacaq. Həqiqətən də elədir. Mehdi. Namiq önə çıxır. Pas istəyir. Xəqaninin pası çatmadı Rüstəm. Ceyhun, fikir verirsən Xəqani Məmmədov necə rahat, sərbəst. Ümumiyyətlə, yəni ki, adam var ki, belə ifadəm kobud səslənməsin. Yəni oynayanda gücənir. Gücənə oynayır. Oy, yenə. Namiq yerində idi, bəli. Xəqani Məmmədov illərin təcrübəsidir və onu göstərir həqiqətən. Çox rahat, çox sərbəst. Bəli. Futbolda bir şey deyim var. Demək olar ki, qaçmır. Yəni Bəli. dayanır və vurur. Futbolda elə belə deyim var. Stolba. Yəni həqiqətən də Xəqani Məmmədov çox gözəl oynayır. Belini müdafiəçiyə verərək stolba kimi qalır. Və nəyi qaçırdır Emil? Bəli, sözümü davam edeyim. Yəni stolba rolunu oynayır, topu gözəl qəbul edir.
və digər oyunçusuna pası gözəl verir. Xəqani Məmmədov bunu çox gözəl bacarır. Burada illərin təcrübəsi deyərdim. Elşad uzun pası Nicat. Nicatdadır top. Nicatın pası gözəl oldu. Ravil. Ravilin pası dəqiq olmadı. Emildədir top. Pası yox. Götürə bilmədilər. Xəqani müəllim yetişdi amma out. Xətai komandası yerinə yetirir. Geriyə oynadı Vüsal. Nicat yerdə qalır amma uğurladı Xəqani Məmmədov. Nə edəcək? Nicat mənə Steven Gerrardı xatırlatdı. Xəqani Məmmədov sıyrıldı, pas verdi. Mehdi yenə Xəqani Məmmədov. Gerrard Chelsea ilə oyunda ayağı sürüşürdü. Bəli, zərbəsi Bayram. Çempionluq əldən gedirdi. Bəli. Nicat bu dəfə yaxşı tutardı. Bayram onu Qurtardı. Həqiqətən Xətai komandasının qapısı gözəl oynayır. Emildən pas, Mehdi, Emil pası alınmadı. Vüsal topu uzaqlaşdırdı. Nəsə qol iyi gəlir. Bəli, məncə Qol iyi. Muradoğlu komandası vuracaq. Rüstəm pas istəyir. Oy, Rüstəm üçün ideal. Bəli. 1-2. Baxıb çəkib vura biləcəkmi, yoxsa pas mı olacaq? Yenə Mehdi uzun pas. Mehdi qəbul edir. Pası Bayram yenə ayaqları ilə topu uzaqlaşdırdı. Rüstəm topu uğurlamaq istəyirdi amma out. Vüsal Nicatla oynayır. Nicat irəliləyir. Önü boşdur. Nicatın pası Ravil. Pası keçmədi. Namik tələsir. Mehdi ilə oynadı. Xəqani müəllim boşdur. Anar da qoşulur. Pas keçdi. Yox. Topu qəbul edə bilmədi. Ravil müdafiəçisi Nicatla oynayır. Nicatdan gözəl pas. Əks hücum 3-ün 1-ədilər. Sənani irəliləyir. Pasını verdi. Elşad nə edəcək? Elşad geriyə çəkilir. Dabanla pas yenə Sənani. Davanı pası keçmədi. Rüstəm yerində idi. Out Muradoğlu komandasının top Sənanidən tərk edir. Heç cür gol görmürük hal-hazırda. Xəqani müəllim top saxladı, pasını verdi. Emil önü boşdur. Emilin zərbəsi. Emil çox əsəbləşir. Gol vursa həqiqətən Muradoğlu komandasından geri dönüş edə biləcəyini inanıram. Amma hələ ki gol yoxdur. Xəqani müəllim gol vursalar geri dönüş olacaq. Xəqani müəllim keçə bilmədi. Out qazanır Muradoğlu komandası. Baxır kimə verəcək? Mehdi ilə oynayır Xəqani. Paslı zərbə Anar. Anarın zərbəsi qüvvətli olmamışdı amma qapıcı Bayram topu uzaqlaşdırdı. Emil ikincidən zərbənin yerinə yetirəcək, baxır. Kimə? Mehdi. Mehdinin zərbəsi toxunuş var idi. Yenə ikincidən zərbə. Emil. Xəqani Məmmədov deyir. Bəli. Mehdi topu qəbul edir. Mehdidən gözəl davam pası, bir də gözəl pas. Zərbə dəqiq olmadı. Anar sevindirə bilmədi komandasını. Qeyd edim ki, artıq 34-cü dəqiqədir. Baxaq nə olacaq. Bayram topu yerinə yetirdi. Ravil geriyə çəkilir. Topu uğurlaya bildilərmi? Yox. Top yenə Xətai komandasındadır. Dəyişikliklər görürük. Ravil meydanı tərk edir. Şahməddin oyuna daxil olur. 8 nömrəli oyuncu. Şahməddin irəliləyir. Pasını verdi Sənani. Pas keçmədi. Mehdinin pası Xəqaniyə. Xəqani sıyrıla bilmədi Elşadı. Elşad qapıcıda oynayır. Bayramdan Sənaniyə. 22 nömrəli oyuncuya gəldi top. Pas keçmədi. Emil topu uğurladı. Mehdidədir top. Mehdinin pası Emil. Şahməddin topu uzaqlaşdırır. Komandanın kapitanı uzun müddətdir artıq meydançadan kənardadır. Bəli, qıraqdan idarə edir oyunu. Məncə gözəl idarə edir. Hələ də hesabda öndədirlər. Amma Ceon bu Bəli. qədər müdafiəyə oturmaz. Sonic. Aha. Pas başla zərbə Şahməddin.
Dəqiq ola bilmədi. Emil Emil başa düşürəm Xətai kontrataklara kontratakla qol vurmağa artıq fokuslanıb. bəli, Sənani keçə bilmədi. Rüstəm gözəl blok qoyur. Sənani yerdə qalır. Hakim faul demədi, davam dedi. Heç nə yox Artıq idi. Açıq futbol gedir. Bəli, gözəl mübarizə görürük. Vüsal dəqiq olmadı. Namik baxır, kimə verəcəyinə baxır. Uzun bir pas görürük. Top Mehdiyə gəlmir. Elşad blok qoyur. Out Muradoğlu komandasının. Emil Mehdi cərimə, bəli. Elşad sərt oynamışdı. Ayağa müdaxilə gördük. Topun başında Mehdi Əzimzadədir. Son dəqiqələrdə Ceyhun Bəli. Muradoğlu komandasının bütün hücumlarının mərkəzində Mehdi var. Mən belə başa düşürəm ki, Mehdi sükanı əlinə alır. Bəli. Özü Nəsə etməyə nəsə çalışır. eləməyə çalışır bəli. Pas dəqiq olmadı. Qapdan zərbə. Bayram yerinə yetirəcək. Həqiqətən də bu gün Bayram gözəl oynayır. Əsl altılığa seçiləcək qapıçıdır. Görək necə olacaq. Sona kimi qapısını belə saxlaya biləcəkmi? Zaur keçə bilmədi. Rüstəm oğurladı. Qapıçı özünə izdi. Bayram yenə də Biraz tələsdi elə. gözəl oynayır. Bəli, Xəqani Məmmədov tələsdi. Mehdi ilə oynayır. Mehdinin pası keçmədi Emilə. Blok qoyuldu. Meydançadan kənarda Bəli. Veteranlar Liqasının əfsanələrindən birini görürəm. Kimdir o? Zamik qardaş görürəm. Bəli, İxlas komandasının kapitanıdır. Kapitanı, banisi, rəhbəri. Dəyərli insan, dəyərli şəxsiyyət. Meydançadan kənarda Səncə, növbəti rəqiblərinin oyununa baxır. bəli, səncə kimə azarkeşlik edir hal-hazırda şu komandalardan? Zamik üçün çöldə bayır kimidir. Məncə o heç kimə azarkeşlik eləmir. Bəli, o yalnız İxlas komandasını düşünür deyirsən. Çatay komandasındadır top. Zaur. Zaurdan zərbə gəlmişdi, amma Emil blokladı. Out yerinə yetirəcək. Elmar. Yerdə qalır. Kovud oynadı. Çovudluq var idi. Bəli, Xəqani Məmmədov idi yerdə qalan oyunçu. Orada mən Hakimə etirazlar var Emil tərəfindən. Həvəskar liqaların bir əfsanəsini də görürəm orada. Kimdir o? Bəli, buyur. Elmar orada əyləşib, zədədən qayıdıb. Bəli. O çox ciddi Hə. bir zədə yaşamış. İxlas komandasının oyunçusu qeyd edeyim. Nə olacaq? Bayram yenə Xəqani Məmmədovun zərbəsinin qarşısını alır. Bayram yəqin ki həftənin altılığında olacaq. Bəli, bəli. Mən də elə düşünürəm. Zaurun gözəl pası Sənani çata bilmədi. Qeyd edim ki, zədələnən oyunçu ilə bağlı danışdıq. Bu Elmardır. Qabırğası sınmışdı belə deyim və ki uzun aradan sonra yenə də meydanlara qayıdıb. İxlas komandasının oyunçusudur. İnşallah ki, İxlas komandasına qələbələr gətirər Elmar. Onu görmək xoşdur həqiqətən də. Zaur. Zaurun çox maraqlı tatuları var. Bəli, hər iki ayağında görürük bunu Bu Əli. insanlar futbolla yaşayır. Bəli, futbola aid tatudur qeyd edim. Bu da futbolu çox sevdiyini göstərir. Vüsal. Emildə də eyni tatunu görürəm, yəni bənzər. Gözəl sıyrılır. Pasını verdi Şahməddin. Şahməddini oğurladılar. Mehdidədir top. Rüstəmlə oynadı. Rüstəmlə uzun pas. Xəqani çöndü zərbəsi. Məncə Xəqani Məmmədov bir gol da vuracaq bu oyunda. Hələ ki dəqiq ola bilmir. Gedişat amma ona gedir. Çünki rəqib komandanın qapıçısı Bayram doğrudan da çox sevlər edib. Xəqani müəllim
çətinlik çəkir. Ara pası Zaur qapıçı ilə özbəyizdir. Namik Zaur komandasının 4-cü qolunu vurur. Hesab 4-1 olur. 22 nömrəli oyunçu. Babayev sahib. Yox, qeyd edək ki, bu Babayev sahibdir. Balayev sahibdir. Bəli, komandasının 4-cü qolunu vurur. Hesab 4-1-dir. Burada oyuncuların adlarını kim yazıbsa, Yanlışlıq var, olan şeylərdir. bu da biraz. Əli, qeyd edim ki, Muradoğlu komandası dəyişiklik görürəm. Mən oyunun əvvəllərində demişdim ki, Namik yəni belə bir oyuncudur. Yəni harda ehtiyac varsa, Bakitkanın çıxartdı əlcəyi tulladı, indi hücumdadır. İndi birazdan bir də gördünüz, çıxdı meydançadan çöldə ümumiyyətlə, şeylədi, Bəli. məşqçilik elədi. Mövqeyi dəyişikliyi oldu. Qapıya Anar keçdi bu arada qeyd edim. Namik isə oyuna daxil olur. Namik bugün qapıda məncə inamsız oldu. Namik geriyə oynayır. Yox, bu qapıda olan oyunçu məncə tanış simadır. Ceyhun, artıq Muradoğlu komandası harda qırılar taktikası ilə gedir. Gözəl blok qoyuldu. Hər iki oyunçu yerdədir. Namik nə edəcək? Pas verəcəkmi? Yox. Ölməkdir, xırıldamaq nədir, belə bir məsəl var. Muradoğlu artıq elə gedir. Bəli, Bayram da önə çıxıb pasını verdi Şahmərdinə. Şahmərdindən gözəl pas Vüsal qəbul edir. Gözəl hərəkətlər görürük. Gözəl ara pası. Sahib yəqin ki, professional futbol həyatında 10 nömrəli forma altında çıxış edib. Onun tatusunda 10 nömrəni görürəm. Olar, Şahməddinin zərbəsi dəqiq olmadı. Məncə qapıdakı oyunçu ya Elmir olmalıdır, ya Fərrux. Dəqiq bilmirəm hal-hazırda Əli. Az sonra öyrənəcəm oyunculardan. Ayaqla da gözəl oynayan oyuncudur qeyd edim. Siması tanış gəlir. Namiqin çox təhlükəli zərbələri var. Emil'in pası uğurladılar. Yox, yenə Emil'dədir. Emil gözəl davam pası verir göydə. Rüstəm. Rüstəmdən Namiqə pas keçmədi. Hər iki tərəfdə top itkiləri var Əli. Qaqani Məmmədov. Ancaq Ceyhun Sıyrıldı, pasını verdi, amma heç kim yoxdur. Hesab bu oyuna hesabı deyil. Yəni 4-1 deməzdim bu oyun haqqında. Bəli, mən deyərdim ki, hesab bərabər olmalı idi. Yəni 4-3, 3-2, yəni belə bir hesab gördüm. Bunun əsas rolu qapıcı Bayramdadır, əlbəttə ki. Bayram gözəl oynayır deyə qapıya yol tapa bilmir. Muradoğlu komandası. Emil geriyə çəkilir. Baxır önə. Geriyə verir. Rüstəmə verdi. Rüstəm nə edəcək? Namik top istəyir. Namikdən zərbə görəcəyimi? Yox. Pasını verir Emilə. Cinah dəyişilir. Emilin zərbəsi dəqiq olmadı. Pas dəqiq olmadı Eşatdan. Pressing bəhrəsi verir. Out. Namik topu yerinə yetirəcək. Qaqani. Daban pası gözə alındı. Rüstəm nə edəcək? Rüstəm pas verdi. Müdafiəçilər yerindədir. Bayram. Qarşılıq gördük. Hər iki tərəf bir-birini alınamadı sanki. Bayram tərəddüd elədi topu əlinə almağa. Məncə əlinə ala bilərdi. Çünki Bəli, pas deyildi məncə. o. Topu Xətai komandası yerinə yetirir. Ara istəyir hakimdən. Yerlə pas keçmədi. Emil oğurladı. Nə edəcək? Zərbə olacaqmı? Emilin zərbəsi dəqiq olmadı. Qeyd edim ki, 44-cü dəqiqədir. Nəsə Əli. alınmır, nəsə alınmır. Emil çox Muradoğlu komandasına müdafiədə boşluqlar görürük. Yox, amma topu qəbul edəmədi. Yəni Bəli. açıqdığı epizodlara görə Anardan qapçıya pas. Pas keçmədi. Qaqani qapçı ilə oynayır.
Emil. Emil qapısına verir. Xəqani cinahı dəyişir. Anardadır top. Top çıxmayıb. Meydandadır. Qapısı ilə oynadılar. Namiq. Həqiqətən də Muradoğlu komandası kobud səhv idi. Mən Elşad sevindirə bilərdi komandasını. oyunun əvvəllərindən demişdim. Bəli, Namiq Show bu gün izləyirik. Namiq Show. bəli. Davud Kərimov yoxdur həqiqətən də. Davud Kərimovun böyük rolu var komandada. Mən Bəli. bir müddət necə deyirlər, məlumatım yox idi. Mən Fərid Məmmədovun WhatsApp statuslarında Bəli, Davudun şəklini görüb Allah rəhmət eləsin yazılarını görürdüm. Yəni Eminin zərbəsini bilmək istəyirdim, yəni bunun Bəli, səbəbi nədir? Düzdür, ölüyə də diriyə də rəhmət düşür. bəli. Sadəcə olaraq səbəb nə idi ki, yəni durduğu yerdə Davudun şəklini paylaşıb elə bir şey yazmaq nəyə görə, səbəb nədir sənin fikrində? Mənim fikrimcə bu mizahdır. Yəni dostlar arasında zarafat olur. Bu da onlardan biri idi. Yəni Davud hal-hazırda xaricdə olduğuna görə oyunlara gələ bilmir. Həqiqətən də Fərid olsun. Aha! Nə edəcək? Pasını verdi. Qap. Nicat pas verdi. Zərbə vursaydı məncə qol ola bilərdi. Top Emildədir. Bəli, dediyim kimi çox yaxın dostlar, Fərid, Namiq, Davud və çox gözəl zarafat eləmişlər. Hətta Veteranlar Liqasında spiker Heydəri belə aldatmışlar. Heydər də rəhmət diləmişdi. Onlar da bir oy dubl. Xəqani Məmmədov topu gözəl qəbul edir və göydə zərbəsini gördük. Tipik 9 nömrə. Düzdür. 10 nömrə kimi çıxış edir, amma ki 9 nömrə funksiyasını yerinə bəli, bəli. Xətai komandası topu yerinə yetirir. Sanki atak edə bilmir hal-hazırda Xətai komandası. Üstünlük Muradoğlu komandasındadır. Xəqani Emil oynayır. Emil cinahı dəyişdi. Namiq. Namiq nə edəcək? Pasını verdi Anar. Anarın pası Emilə. Emilin oyunu başdı. Rüstəm yenə blok müdafiəçilərdən. Sata bilmədilər topa. Xətai komandası yerinə yetirəcək. Qeyd edim ki, Nizami artıq oyunda dəli. Bəli, Nizami gördük yaxud. Geriyə oynayır, tələsmir. Bayramla oynadı. Bayramın pası dəqiq olmadı. Narahat pas atdı Nizami, biraz narahat. Bəli, qapıcı Bayramdan da Qapıçıya biraz düzgün pas olmadı. Təhlükəlidir. Namiq. Namiqin pası Emil Mehdi. Yox, bu Xəqani idi. Çərçivəyə düşə bilmədi. Olsan artıq ikinci dəfədir Xəqani ilə Mehdini səhv salırsan. Bəli, bəli. Amma mən vizual baxımdan bir oxşarlıq görmürəm. Sən onları necə səhv sala bilirsən, mənim özümə maraqlıdır. Qeyd edim ki, Mehdi Samendədir, düz deyirsən Əli. İki görürük. Emil səhvini düzəltdi, topu oğurladı. Top tərk etməyib. Anardadır top. Anar irəliləyir, pasını verdi Emilə. Emildən Xəqaniyə pas. Nizami oğurladı kapitan. Amma top yenə də Muradoğlu komandasındadır. Anar irəliləyir. Out Xətai komandasının. Qapıcı öndədir. Topu uzaqlaşdırır. Təhlükəli bir oyun gördük. Amma cərmə. Qapıçı ürəkli. Muradoğlu komandasının uzun bir pas Emilə çatmadı. Dəqiq olmadı. Qeyd edək ki, hesab 4-2-dir. Xətai komandası qələbə qazanır hal-hazırda. Görək necə bitəcək oyun. Şahməddin pası keçmədi. Şahməddin itirdi topu. Qapıcıdadır top. Pasını verdi Emil. Emil irəliləyir. Nə edəcək? Pas keçmədi. Rüstəm çata bilərdi. Yoldaşlarından evinə Dəstək görür. dəstəyi görürük. Bəli. Həvəsləndirici ifadələr, keç onu. Şahməddin oğurladılar Şahməddindən topu. Xəqani idi bu oğurlayan oyuncu. Namiqdədir. Bilirlər ki, Emin nəyə qadirdir. Bəli. Anardan qapıcıya pas. Gözəl paslaşmalar görürük. Rüstəmin pası. Emil yenə də Bayram. Qapısını tərk edərək
Qolman qoymur. Mübarizə görürük. İtirmədi Bayram topu. Şahməddin də gözəl sıyrılır, pasını Oy. verdi. Nicat baxaq nə edəcək. Tələsməsə Nicatın pası. Sənani idi bu, Əli. Sonik. Sən niyə belə elədin? Dubl edən oyunçu görün nəyi qaçırdır. Top Muradoğlu komandasındadır. Emilə pas, zərbə olacaqmı? Rüstəm. Rüstəm pası. Xəqani Məmmədov yetişmədi topa. Amma top Xətai komandasından çıxır, out yerinə yetirir Muradoğlu komandası. Emil. Emil nə edəcək? Mübarizə görürük. Geriyə oynayır. Qapçı. Namiqdədir top. Namiq yerdə qalır və tez qalxaraq başlamaq istəyir topu. Uzun bir pas keçmədi. 22 nömrəli oyuncu topu uzaqlaşdırdı. Out yerinə yetirəcəklər. Rüstəm. Rüstəmin zərbəsi blok qoyulur. Şahməddin idi bu. Yenə də top Muradoğlu komandasındadır. Alınmadı. Keçid, amma Namiqdədir top. Emil. Bir daha out. Namiq. Namiqin uzaq zərbəsi Şahməddin başla topu uzaqlaşdırır. Xətai komandası eş hücumu sanki gözləyir. Müdafiəyə oturub Əli. Sən nə düşünürsən? Bayaq da demişdim, Ceyhun. Xətai kontrataka fokuslanıb. Əslində doğru olan da budur. 2 dəqiqə qalıb. Bəli, Fərdi Hesabda Məmmədov iki 2 topla- dəqiqə deyir. 2 topla öndədir də. Risk atmağa ehtiyac Baxa yoxdur. 1 dəqiqəyə qol görəcəyimi? İndi qol görsək oyunun Bəli, son yenə 1 dəqiqəsi dəqiqə. 3-cü dünya müharibəsi olacaq. Baxaq. Məncə 1 qol görərik. Muradoğlu İndi komandasına. görsək son dəqiqə dəhşət. Gözəl paslaşırlar. Emil yenə qapçı Bayram. 2 dəfə qarşısına alır zərbənin. Muradoğlu komandasındadır top Emil. Emil nə edəcək? Sıyrıldı oyuncudan. Fikirləşir nə edəcəyiniz. Məncə zərbə görəcəyik. Zərbəsi Gecikdirdi biraz. Şahməddindən top çıxır. Gecikdirdi. İkinciden zərbə. Birinci epizodda məncə yoxlasaydı daha yaxşı olardı. Bəli, çox az qalıb vaxtın bitməyinə. Bayram yenə də yerindədir. Emil artıq neçənci dəfədir zərbə vurur. Bayram zərbələrin qarşısını alır. Bayramın heykəlini qoymaq lazımdır qapıya. Bəli, Anar topu uğurladılar Sənani. Əş hücum görəcəyimi? Sənani irəliləyir. Nə edəcək? Tələsmir sanki Sənani. Yenə də top Sənanidə qalır. Pasını verdi, yox. Out deyir Fərdi Məmmədov. Namiq topu yerinə yetirəcək, tələsirlər. Emillə oynadı. Emildən pas Rüstəmə, qol görəcəyimiz. Və qol! Dediyim kimi qol görəcəyik. Amma məncə artıq gecdir. Baxaq neçə dəqiqə qalıb, hakim oyunu bitirəcəkmi? Saniyələr qalıb. Qol vuran oyuncu qeyd edim ki, Rüstəm idi. Axır ki Rüstəm. Bəli, komandasını sevindirdi. Hesab 4 düşdü. Muradoğlu komandası yenə də başlayan kimi geridədir. hakim bitirəcək oyunu. Baxaq necə olacaq. Topu daxil etdilər oyuna. Nicat. Nicatın pası keçmədi, amma Xətai komandasındadır. Sənani ilə Emilin gözəl mübarizəsini görürük. Sənani nə edəcək? Oynadı. 22 nömrəli oyuncudan gözəl pas Nicat! Və oyun bununla bitir. Nicat komandasının 5-ci qolunu vurur. Asisti də qeyd etmək lazım idi 22 nömrəli oyuncudan. Çox gözəl oyun Və izlədik. 3-cü turun 2-ci qarşılaşması bitir. 3-cü turun 3-cü oyununda sizlərlə olacağıq. Şərhçiniz mən Mir Ceyhun Mənsimov və digər yoldaş spiker Əli Ağayev idi.